Yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin ikisindən 3-nə keçən gecə bəzi şəhər ətrafı ərazilərdə havanın az yağıntılı olacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidməti bildirir ki, şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 1 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 5-8 dərəcə isti, atmosfer təzyiqi 769 mm civə sütun olacaq. Sabah gün ərzində Naxçıvanda da havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 3-5 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında, əsasən də Dağətəyə və Dağlıq rayonlarda az yağıntılı olacaq, qar yağacaq, bəzi yerlərdə duman gözlənilir, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 4 dərəcə şaxtadan 1 dərəcəyə qədər isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var. Yağan güclü qar Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadı. Məlumata görə havanın qəfil pisləşməsi səbəbilə hərəkət məhdudlaşıb. Əksər avtomobillər yolun kənarında dayanmaq məcburiyyətində qalıblar. Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı və Muğanlı İsmail avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, digər aidiyyatı qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, qum və duz səpilir. Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədi ilə bu istiqamətlərdə zəruri tədbirlər davam etdirilir. Azərbaycanın əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Gecə saatlarında Laçında başlayan yağışlı hava səhər saatlarında qarla əvəz olunub. Söz gedən ərazidə havanın temperaturu hazırda -2 dərəcədir. Laçında olan digər görüntüləri də təqdim edirik.